Başlayaq müəllimə. Bəli. Deməli, Qonaqkəndi dedik. Qonaqkənd dağlıq rayondur. Rusiya ilə sərhəddi var, Xəzərlə sərhəddi yox dedik. Sonra yan silsilə Qusar-Maali düzənliyi yerləşir. Dedik. Hansı suxurlar var? Amur dövlətidir. Hansı suxurlar idi? Dedik ki, düzən ərazilərdə dedik, antropogen dövrün suxurlarıdır. 4-cü Kaynezoyun 4-cü dövr suxurlarını misal göstərmişdik. Dağlıq ərazilərdə də dedik, Mezozoyun Yura Tabaşir yüksək dağlıqda Yura idi, orta dağlıqda isə Tabaşir dövrünün suxurları geniş yayılmışdı. Bizdə də Qonaqkənd fiziki coğrafi rayonu əsasən dağlıq rayondur. Deməli, Yura Tabaşir suxurları geniş yayılmışdı deyə bilərik. Düzdürmü? Bəli. Hə. Amma Samur Dəvəsi ovalığına, Samur Dəvəsi fiziki coğrafi rayonuna deyəndə deyirik ki, 4-cü dövrün suxurlarıdır. Geniş yayılmışdır. Həmçinin bura hansı iqlimə düşür? Qışı mülayim keçən yarım səhra quru çöl. Qışı mülayim keçən yarım səhra quru çöl yox. Qonaqkənd. Samur Dəvəçidir. Samur Dəvəsi Qonaqkəndi dedik. Qonaqkəndi deyirik indi. bərabər yağıntılı mülayim isti quru Aha. Qusar-Maali düzənliyi bərabər yağıntılı mülayim isti iqlimdir. Sonra gəlir qışı. Qışı quraq keçən soyuq iqlim. Qışı quraq demək. Qışı bərabər yağıntılı mülayim isti, qışı quraq soyuq dağ tundra iqlimi. Sağ. Dağ tundra iqlimində yerləşir. Sonra gəlirik mineral bulaqlardan hansılar var? Qubada olan mineral bulaqlar hansılardır? Mineral bulaqlar hansı ərazi üçün deyirik? Samur Qonaqkənddən danışırıq da. Qonaqkənd fiziki coğrafi rayonundan danışırıq. Xaltan, Çimi, Dimi, Xaltan, Xaçlı, dedik Qubada yerləşir. Qalaltı hardadır bəs? Qonaqkənddə. Aha, Qalaltı da burada yerləşir. Sonra gəlirik, hansı milli park yerləşir bəs Qonaqkənddə? Demək, Qonaqkənd ərazisində Bax, dedik ki, Xızıla Siyəzən rayonu ərazisində yerləşir nə? Altıağac. Altıağac dövlət qoruğu dedik yerləşir. Deməli, Qonaqkənd fiziki coğrafi rayonunda yerləşir Altıağac dövlət qoruğu. Quba, Qusar, Qəbələ, İsmayıllı, Şamaxı rayonu ərazisində isə dedik ki, Şahdağ Milli Parkı yerləşir. Onda deyirik ki, Qonaqkənd fiziki coğrafi rayonunda yerləşir Altıağac qoruğu, Şahdağ Milli Parkı yerləşir. Sonra gəlirik Zaqatala, Lahıc fiziki coğrafi rayonuna. Deyə bilərik, Rusiya ilə həm də Gürcüstanla sərhəddir